Təcili Suriyada Əsəd tərəfdarları hücuma keçdi. Döyüş başladı. Ölən və yaralananlar var. Suriyanın Cebla şəhərində ölkənin keçmiş prezidenti Bəşər Əsədin silahlı tərəfdarları ilə toqquşmalarda yeni hökumətin Dövlət Təhlükəsizlik İdarəsinin azı 13 əməkdaşı həlak olub. Report xəbər verir ki, bu barədə Suriyanın Siriya TV telekanalı məlumat yayıb. Qeyd olunub ki, Ceblada ölkənin təhlükəsizlik qüvvələri ilə qruplaşma üzvləri arasında silahlı toqquşmalar hələ də davam eləyir. Məlumata görə Suriya ordusu silahlılara qarşı mübarizə aparmaq üçün əlavə qüvvələr toplayır. Suriyanın Sana xəbər agentliyi Qətərin Əl-Cəzirə telekanalının operatorunun döyüşləri işıqlandırarkən yaralandığını bildirib. Agentliyin məlumatına görə Suriyanın keçmiş prezidentini dəstəkləyən silahlı qruplaşmalar Latakiya vilayətinin Beytana bölgəsində hərbi obyektlərə, həmçinin Suriya Müdafiə Nazirliyinə məxsus maşınlara hücum ediblər.